Salam, hər vaxtınız xeyir əziz dördüncülər, videonu izləyən valideynlər və müəllimlər, hər birinizi xoş gördüm. Bugün sizlərə təqdim edəcəyim video isə məsələ həlli ilə bağlı olacaq. 4-cü sinif sınar vəsaitinin didaktik çalışmalar vəsaitindəndir. Vaxt itirmədən gəlin başlayaq məsələlərimizə. Birinci məsələdə bizə deyir ki, mağazada bir ay ərzində 3954 ağ çörək, baxın diqqətlə oxuyun, ağ çörək bundan 3 dəfə az qara çörək satılmışdı. Mağazada bir ay ərzində neçə ədəd çörək satılmışdı? Bizə ağ çörəyi verib. Ağ çörəyi bölərik 3-ə, qara çörəyi taparıq. Bizdən indi ümumilikdə neçə ədəd çörək satılmışdır istəyirsə, ilk öncə məlum olan ağ çörəyi 3954-ü bölərik 3-ə. Deməli, 3 3-ə bölünür 1 dəfə. 9 3-ə bölünür 3 dəfə. 5 3-ə bölünür 1 dəfə. 2 qalır, 4-ü də gətirir, eləyir 8 dəfə. Deməli, 3954 ağ çörək satılıb uşaqlar. 3 dəfə az, yəni 1318 ədəd də qara çörək satılıb. İndi bizdə ümumi nə qədər çörək satılıb soruşursa, qara çörəyin üzərinə ağ çörəyi gəlib, 3954-ü gəlib, ümumi çörəyin sayını taparıq. 8 üstə gəl 4 eləyir 2, 6 o da 1, 7, 2, bu da 5. 5272 ədəd çörək satılmışdır. Keçək növbəti məsələyə. Deyir, 5 eyni soyuducunun birlikdə qiyməti 21345 manatdır. Bir soyuducunun qiyməti neçədir? Baxın uşaqlar, 5 soyuducuya bu qədər pul verilir. Bəs bir soyuducu nə qədərdir soruşursa, 21345-i bölərik 5-ə. 2 5-ə bölünmür, 21 5-ə bölünür 4 dəfə. 1 5-ə bölünmür, 3-ü də gətiririk. 13 5-ə 2 dəfə. 3 5-ə bölünmür, 4-ü də gətiririk, eləyir 6 dəfə. 4 bölünmür, 5-i də gətiririk, eləyir 9 dəfə. Deməli, bir soyuducunun qiyməti 4269 manatdır. Bu da ikinci məsələmizin həlli. Üçüncü məsələmizdə deyir, bölünən 4368. Qismət 8 olarsa, bölən neçəyə bərabər olar? Biz də uşaqlar bilirik ki, 3-cü sinifdən hələ düzdür tənlikləri keçməmisiniz, amma 3-cü sinifdən bu sadə tənliklərlə tanış olmuşuq. Böləni tapmaq üçün bölünəni, yəni 4368-i bölürük qismətə, yəni 8-ə. 4 8-ə bölünmür, 43 8-ə bölünür. Bir saniyə. Yenidən yazım. 43 8-ə bölünür 5 dəfə, 5 dəfə 8 40. 3 bölünmür, 6-nı da gətirir. 36 bölünür 8-ə 4 dəfə, 4 dəfə 8 32. 4 8-ə bölünür, 8-i də gətirir, 48 də 8-ə 6 dəfə bölünür. Deməli, bizim bölənimiz neçə oldu? 546 olmuş olacaq. Yəni, tənliyimiz bu formada olacaq. Baxın, daha doğrusu misalımız bu formada olacaq. 4368 bölünsün 546 bərabərdir 8. Bu formada olmuş olacaq. Daha sonra keçək digərinə. Digəri, yəni 4-ə. Bir saniyə. 4-cü tapşırıqda bizə deyir, rəqəmlərin müxtəlif ən kiçik 5 rəqəmli ədədlər. Rəqəmləri müxtəlifdir. 1, 2, 3, 4, 5. 5 rəqəmli deyirsə, rəqəmləri də müxtəlif deyirsə, sıfırla ədəd başlamadığına görə birinci 1-i, daha sonra 0-ı qoyuruq. Daha sonra 2, 3, 4. Müxtəlif deyir axı. 5 dəfə kiçik deyirsə, daha doğrusu 7 dəfə kiçik deyirsə, 7-yə bölmüş olaraq. 1 7-yə bölünmür, 17-yə bölünür bir dəfə.
3 7-yə bölünmür 2-ni də gətiririk. 4 dəfə. 4 7-yə bölünmür 3-ü də gətiririk. 6 dəfə 7 42. Aha. Deməli 1 də 7-yə bölünmür 4-ü də gətiririk. Eləyir 2 dəfə. Deməli 7 dəfə rəqəmləri müxtəlif ən kiçik 5 rəqəmli ədəddən 7 dəfə kiçik olan ədəd neçədir? 1462. Yəni 10234-dən 7 dəfə kiçik olan ədəd 1462 ədədi olmuş olacaq. Keçirik 5-ci tapşırığa. Qələmlə problemim var. Aha. Bu il universitetimizə qəbul olan qız tələbələrin sayı ümumi tələbələrin sayından 9 dəfə azdır. Əgər qəbul olan tələbələrin ümumi sayı 12393-dürsə, neçə oğlan tələbə universitetimizə qəbul olmuşdur? Aha. Ümumilikdə birinci 12393-ü bölürük 9-a. Deməli, 12 9-a bölünür 1 dəfə. 3 3-ə bölünmür, 3-ü də gətiririk. Daha doğrusu 3 9-a bölünmür, 3-ü də gətiririk, elir 3 dəfə. 3 dəfə 9 elir 27. Düzdür? 6. 9-u da gətiririk. 7 dəfə 9 63. Daha sonra 6-nı da gətiririk, 3-ü də gətiririk, eləyir 7 dəfə. Bizdən nə istəyir? Deyir ki, əgər qəbul olan tələbələrin ümumi sayı 12000 həll elədik. Bunu necə oğlan tələbə? Deməli, qəbul olan qız tələbələrdir. İndi buradan da çıxırıq. Neçəni? Ümumi saydan, yəni 12393-dən çıxırıq 1377-ni. Bu da eləyəcək 6 1 0 1 1. 11016 nəfər oğlan qəbul olmuşdur. Daha sonra keçək digər tapşırığa. Necə? Aha. Deməli, 6-cı tapşırıqda bizə deyir. Bir saniyə. Zooparka gətirilən ana filin kütləsi 4 ton 752 kiloqramdır. Bala fil isə anasından 8 dəfə yüngüldür. İki filin birlikdə kütləsi nə qədərdir? Baxın uşaqlar, iki filin birlikdə kütləsi. Deməli, ana fili bölərik bala filə, daha sonra ana fillə bala filin kütləsini toplayıb ümumi kütləni taparıq. Deməli, 4 ton, yəni 4752-ni bölək 8-ə ilk öncə. 4 8-ə bölünmür. 47 8-ə bölünür 5 dəfə. 5 dəfə. 5 dəfə 8 40. 7 8-ə bölünmür 5-i gətiririk. 75 8-ə bölünür 9 dəfə. Eləyir 72. 3 8-ə bölünmür 2-ni də gətiririk bura. 32 də 8-ə bölünür 4 dəfə. Deməli, ana filin kütləsi uşaqlar 4752 kiloqramdır. Bala filin kütləsi isə 594 kiloqramdır. İndi bizdən nə istəyir? Ümumi kütləni istəyirsə 4752 üzərinə gələrik 594-ü. Deməli, eləyəcək 6, 4, daha sonra isə bir saniyə çatdıraram yazmağı. Aha. Deməli, 3, 5. 3000, daha doğrusu 5346 kiloqram ümumilikdə kütlə almış olduq. Baxırıq digər tapşırığa, yəni 7-ci tapşırığa. 3594 və 6321 ədədlərinin cəmini 7-yə böldükdə alınan qalığı tapın. Aha, bu dəfə qalığı istəyir bizdən. Yaxşı. 3000, ilk öncə toplayaq. 594 üzərinə gələk 6321. 5, 1, 9, 9. Deməli, 9915-ü bölək 7-yə. 9 7-yə bir dəfə.
2 7-yə bölünmür. 9-u da gətiririk. Bu eləyir 4 dəfə. 1-i də gətiririk bölünmədiyinə görə 1 dəfə. 45 də 7-yə bölünür. Neçə dəfə? 6 dəfə. 42. Alınan qalığı istəyir bizdən. Alınan qalığımız 3 olmuş olacaq. Daha sonra baxırıq 8-ci tapşırığa. 8-də deyir 14654-dən sonra gələn 2 ardıcıl cüt ədədin cəmini. Aha. İlk öncə uşaqlar cəmini deyirsə, bura qədər həll eləyək, buranı görməyək. 14654-dən sonra gələn ardıcıl cüt ədəd istəyir. 55-i götürə bilmərik çünki təkdir. 14656-nı götürərik. 57-ni də götürə bilmərik tək olduğuna görə. 58-i götürərik. Bunların cəmini cəmləyək ilk öncə. 4, 1, 3, 9, 2. 29314-dür. Aha, indi davam eləyək. 6-ya böldükdə, indi 6-ya bölək. 2 6-ya bölünmür. 29 6-ya bölünür. Belə deyək, 4 dəfə. 4 dəfə 6, 24. Deməli, bölünür 8 dəfə. 6 və 8, 48. Deməli, bu eləyir 5. 5 6-ya bölünmür. 1-i gətiririk. Yenə 8 dəfə. 6 və 8, 48. Eləyəcək 3. 3 6-ya bölünmür. 4-ü də gətiririk. Nə istəyir? Qalıq istəyir. Aha, mən də elə bilirəm. Bölünmür. 34 də 6-ya bölünür. 5 dəfə. 5 dəfə 6, 30. Qalıq da 4 olmuş olacaq. Bu səhifədəki məsələlər bu qədər. Keçək digər səhifəyə. Aha. 9-cu məsələdə deyir. 9-cu məsələdə deyir. Buradan çıxın, bu qələm məni çaşdırır. 9-cu məsələmizdə deyir. A şəhərindən B şəhərinə qədər olan məsafə 8548 kilometrdir. B şəhərindən C şəhərinə qədər olan məsafə bundan 4 dəfə azdır. İlk öncə bunu tapaq. Deməli, A şəhərindən B şəhərinə 8548 kilometrdir. B-dən C-yə isə 4 dəfə azdır. 4 dəfə az da eləyir. 8, 5 4-ə bölünür 1 dəfə, bir dənə 4, 4. 14 4-ə bölünür. Deməli, 3 dəfə, 3 dəfə 4, 12. 2-ni də gətiririk. Bölünmür 8-i gətirdik, elədi 7. Deməli, A-dan B-yə qədər olan məsafə 8548-dir. B-dən C-yə qədər olan məsafə 2137-dir. İndi nə istəyir bizdən? B-C şəhərləri arasındakı B-dən C-yə qədər olan məsafəni əgər bizdən istəyirsə, uşaqlar, biz elə bunu götürmüş olarıq. Cavabımız 2137-dir. Ümumi elə bildim ki, ümumini istəyəcək, ona görə bir də oxudum. Daha sonra, fikrimdə tutduğum ədəd, 10-cu tapşırıqda deyir, fikrimdə tutduğum ədəd rəqəmlərin müxtəlif ən böyük 4 rəqəmli cüt ədəddən 6 dəfə kiçikdir. Fikrimdə tutduğum ədəd neçədir? Yaxşı, gəlin həll eləyək. Deməli, fikrimdə tutduğum ədəd deyir ki, 4 rəqəmlidir. 1, 2, 3, 4. 4 rəqəmlidir və müxtəlifdir və cütdür. Deməli, 9-dan başlayarıq. 9, 8, 7, 6. Deməli, fikrimdə tutduğum ədəd, aha, daha sonra 6 dəfə kiçikdir. 9876-dan 6 dəfə kiçikdir. Bir dəfə, 6, 6. 3 bölünmür 8-i gətiririk. 6 dəfə, 36. 2 bölünmür 7-ni gətiririk. 4 dəfə 6, 24. 30. 6-nı da gətirdik. Bu da elədi 6 dəfə. Deməli, fikrimdə tutduğum ədəd 1646 ədədi olmuş olacaq. Daha sonra keçid edək 11-ci tapşırığa. 11-ci tapşırıqda deyir ki, bağdan toplanan meyvələri
yeşiklərə yığaraq yük maşınlarına yüklədilər. Hər birində eyni sayda olmaqla 6 yük maşınına cəmi 1278 yeşik yerləşdi. Bir yük maşınına neçə yeşik yerləşdi? Bunu nə iş görürük? 1278-i bölürük 6-ya. 1278-i bölürük 6-ya. Deməli, 1 6-ya bölünmür. 12 6-ya bölünür 2 dəfə. 2 dəfə 6 12. 7-ni gətirdik. 7 6-ya 1 dəfə, bir dənə 6 6. 18 də 6-ya bölünür 3 dəfə. Deməli, bir yük maşınına 213 yeşik yerləşmiş olacaq. Keçirik 12-ci tapşırığa. Turist 2 gün səyahət etdi. O birinci gün, nə deyirsə yazaq. 24.236 metr. Növbəti gün isə bundan 2 dəfə az yol getmiş oldu. Deməli, birinci gün bu qədər getdi. İkinci gün 2 dəfə az yol getdi. 2 2-yə bölünür bir dəfə. Bir dənə 2 2. 4-ü gətirdik 2 dəfə. 2 yenə bir dəfə bölündü. Daha sonra 3-ü gətirdik. 3 dəfə, bir dəfə, bir dənə 3, bir dənə 2 2. Yerləşməyəcək, burada yazıram. 16 da bölünür 2-yə 8 dəfə. Deməli, birinci gün 24.236, ikinci gün isə 12.100, neçə yazmışam? 12.118 kilometr getdi. 2 gündə cəmi neçə kilometr yol gedib? Yaxşı. Burada həll edeyim. 24.236 üstəgəl 12.118. Deməli, eləyəcək 4, daha sonra 5, 3, 6, 3. 36.500, daha doğrusu 36.354 kilometr yol, daha doğrusu 36.354 metr yol getmiş olacaqlar. Daha sonra keçək 13-cü tapşırığa. 13-cü tapşırıqda bizə deyir ki, 2625 ədədi ilə bundan 5 dəfə kiçik olan ədədin cəmi 24 bölünsüz 8 qismətindən neçə dəfə böyükdür? Yaxşı. Gəlin, biraz yer açaq. Deməli, bizə deyir ki, sürülsən, 2625 ədədi bundan 5 dəfə kiçik olan ədəd. Yaxşı. 5-ə bölməlikdə dəfə kiçik deyəndə həmişə bölürük. 26 bölünür 5-ə 5 dəfə. 2-ni gətiririk 2 dəfə. 2 dəfə 5 10. 25 də 5-ə bölünür 5 dəfə. Deməli, bu ədədlərin cəmini soruşur bizdən. 2625-in üzərinə gəlirik. 525-i. Yaxşı. 5, 1, 3. 3150 elədi. Daha sonra isə deyir 24 bölünsün 8 neçə eləyir? 24-ü 8-ə böləndə 3 eləyir. Deməli daha doğrusu 3150 bölünsün 3-ə. Bir dəfə, bir dənə 3 3. 1 bölünmür. 5-i gətiririk. 15 deməli bölünməmişdi. 2 dənə gətirmişdi. Ona görə 5-i bura yazırıq. 0-da tək qaldığına görə bura gətiririk. Eləyir 1050. 1050 dəfə böyükdür. Daha sonra keçirik. Eyni məsələdən 15-də də var. Daha doğrusu 14-də də var. Bunu da özünüz eləyərsiniz uşaqlar. Bunu mən deməyim. Eyni məsələdəndir. Deməli, nə iş görürsünüz? İlk öncə 39.256-nı böləcəksiniz 8-ə. İlk öncə böləcəksiniz. Daha sonra aldığınız cavabla 39.256-nı toplayacaqsınız. Daha sonra 49 7-yə böləndə 7 eləyir. Böləcəksiniz 7-yə. Bu formada həll eləmiş olarsınız. 15-də bizə deyir ki,
Zalda hər birində eyni sayda olmaqla 9 sırada oturacaq var. Zala gələn 2568 nəfər bu oturacaqlarda əyləşsələr neçə nəfərə yer çatmaz? Qalıq istəyir bizdən deyəsən. Aha, qalıq istəyir. 2568-i bölürük 9-a. 2 bölünmür 25 9-a bölünür. Deməli 2 dəfə 8 dəfə 72 4 8-i də gətirək 5 dəfə. 5 dəfə 8 45. Neçə nəfərə uşaqlar yer çatmaz? 3 nəfərə yer çatmaz. Yəni qalıqlı bölməkdir. Daha sonra keçirik sonuncu məsələmizə, yəni 16-cı məsələmizə. Mətbəədə cəmi 13569 dərslik çap olundu. Bu kitablar 4 məktəb arasında bərabər paylandı. Neçə kitab artıq qaldı? Yenə də qalıqlı bölmədir. Deməli, 13569-u bölərik 4-ə. 1 bölünmür 13 4-ə 3 dəfə 12. 15-i bölürük 4 dəfə. Daha doğrusu 3 dəfə yenə. 3 bölünmür 6-nı gətiririk. 9. 9 dəfə 4. 36. 9-u da gətiririk 2 dəfə. 8 eləyəcəyinə görə 1 qalıq qalır. Deməli, neçə kitab artıq qaldı? 1 kitab artıq qaldı. Uşaqlar, bugünkü video izahımız bu qədər. Videonu bəyəndinizsə, axıra qədər izlədiniz və bəyəndinizsə, sinif yoldaşlarınızla, ətrafınızla bölüşməyi unutmayın. Videonu bəyənməyi, kanala abunə olmağı da unutmayın. Bugünlük bu qədər. Hələlik.